Uğurlu sahibkarları digərindən ayıran ən əsas psixoloji xüsusiyyətlər hansılardır? Birinci, ən önəmli xüsusiyyətlərdən biri heç nəyə baxmayaraq öz ideyasına inanmaqdır və sona kimi getməkdir. Çünki bizim beynimizə o qədər avtomatik neqativ fikirlər gəlir ki, Bəli. böhran olanda, nəsə Nəticələrlə alınmayanda, bağlı, nəticə bəli. olmayanda və biz indiki dörd-doktor öyrəşmişik çox qısa bir müddətdə nəticə alaq. Və sırf uzun müddət öz ideyama inanmaq, sona kimi getmək bu bir nömrəli olan bacarıqlardan biridir. İkinci bacarıq düşüncə tərzini elastik saxlanmasıdır və reallığa tez adaptasiya etməsidir. Çünki reallıq o qədər tez-tez dəyişir ki, və sahibkar o reallığa adaptasiya etməkdə çətinlik çəkəndə o həddindən artıq çox problemlərlə və böhranlarla üzləşir. Onun müəyyən bir gözləntiləri olur və o gözləntiləri reallıqdan üstün saxlayanda onun psixoloji digər yükləri də artır. Üçüncü də bacarıq bununla bağlıdır ki, öz daxili psixologiyasını idarə etmək, düşüncə tərzini idarə etmək, öz emosiyalarla, öz fikirləri ilə üzləşmək, özü ilə dürüst olmaq bacarığıdır ki, hansı ki, mən reallığı olduğu kimi görürəm. Məsələn, mən görürəm ki, mənim rəqəmlərim azalır mənim şirkətimdə. Mən buna göz yummuram. Mən kiminsə gözündə status oyunları oynamıram ki, özümü uğurlu kimi göstərim. Mən bu problemi həll etmək istəyirəm. Və eyni zamanda komanda idarə olunmasında da belə insanları həm məntiqi, həm intuisiyanı balansda saxlamaq. Çünki elə qərarlar ola bilər ki, intuisiya bizdə orada daha gözəl bir dəstək göstərə bilər.